mən Qasımlı Misir Elmanoğlu, bütün türmədə Lukyanovkada, Kiyevin sentralı Lukyanovka, Şitomir 4 nömrəli türmədən məlumat bütün Azərbaycanlardan öyrənə bilərsiniz, maraqlana bilərsiniz. Hər kəs bu barədə xəbəri var. Neçə dəfələrlə olub ki, buradakı millətimizi incidib, qeyri-qanunsuz döyüblər, əziyyət veriblər, haqsız yerə döyüblər. Birdən mənimlə nəsə olsa, məni harasa başqa bir türməyə göndərsələr və yaxud məni padvalda bağlasalar və yaxud mən ölüb eləsəm, hər kəsin xəbəri olsun ki, bu birbaşa Daxili İşlər Naziri Arsen Avakov və artıq dərəcədə hamıdan xahiş edirəm. Bu video hər yerə yayılsın və hər kəs bunu bilsin ki, heç bir Azərbaycan vətəndaşı heç kəsin qabağında baş aşağı deyil və bəlkə başımız ucadır. Biz qanımızla Qarabağ torpaqlarını almışıq, qanımızla da onu müdafiə edirik və heç bir kəsə icazə verməliyik ki, bizim namusumuzu, qeyrətimizi kimsə təhqir eləsin. Mən haqqımı hər kəsə halal edirəm, amma bir şərtlə ki, bu video hər yerə yayılsın. Öpürəm sizin hər biri.